Buraya gəlmək sadəcə bir ünvanı ziyarət etmək deyil. Bir xalqın yaddaşında əbədi iz qoymuş bir qəhrəmanın həyatına nəzər salmaqdır. Bura şəhid İlkin Babayevin uşaqlıq illərini keçirdiyi, doğulub boya başa çatdığı yerdir. Hər bir Azərbaycan vətəndaşı kimi İlkin də vətənə xidməti hər şeydən üstün tuturdu. Bu yolda canından belə keçməyə razı idi və elə də oldu. İlkin şəhidlik zirvəsinə ucaldı. Biz onun xatirələrini yada saldıqda bir daha görürük ki, o təkcə ailəsinin deyil, bütün millətin qürur mənbəyinə çevrilmişdi. Şəhidin səsi bugün İlkin Babayevin qəhrəmanlıq dastanını işıq üzərinə çıxarır. Gəlin indi onun həyatına və mübarizə ki ona həsr olunmuş video çarxı izləyək. Əslən Lerikin Murya kəndindən olan Babayev İlkin Oqtayoğlu 1998-ci ilin fevralın 2-də Bakıda anadan olub. 2005-ci ildə Maşdağı qəsəbəsində yerləşən 128 nömrəli Nərman Nərmanov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. Lakin 2012-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsinə maddi dəstək göstərmək məqsədi ilə işləməyə başlayıb. O, ailədə 3-cü övlad idi və subay idi. 2016-cı il aprelin 15-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidməti Ağcabədi rayonunda olub. Daha sonra Cəbrayıl rayonu Cocuqmərcanlı kəndi istiqamətində xidmət göstərib və orada döyüş tapşırıqlarını yerinə yetirib. 2016-cı ilin aprel döyüşlərindən sonra ön xəttin mühüm strateji nöqtələrindən biri olan Cocuqmərcanlı kəndi yenidən bərpa edilərək ordunun möhkəmləndirilmiş mövqelərinə çevrilmişdi. İlkin Babayev döyüş tapşırıqlarının bir hissəsini məhz bu istiqamətdə Cocuqmərcanlıdan görünən Lələtəpə yüksəkliyi ətrafında mövqələrin qorunmasında yerinə yetirib. 2017-ci il iyunun 25-də düşmənin atəşkəs rejimini pozması nəticəsində cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşüb. O, 26 iyun Silahlı Qüvvələr günündən bir gün əvvəl şəhidlik zirvəsinə ucalıb. Şəhid İlkin Babayev Bakı şəhəri Maşdağı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Xidmət yoldaşları və komandirləri onu yüksək intizamı, vətənpərvərliyi və döyüş ruhu ilə yadda saxlayır. Ruhun şad olsun qəhrəman. Oğlunuzla bağlı xatirələrinizi bizimlə bölüşərdinizmi? Şah Bələngova Fəxriyə İlkinin maması. İlki ilə bağlı çox söz deyə bilərəm. İlkinin uşaqlığı olmayıb. İlkin 9 yaşında olanda atasını itirib. Mən üçün həm oğul idi, həm yoldaş idi. Nə deyim onun haqqında az deyərəm, nə bilim. Çox fədakar uşaq idi, zəhmətkeş uşaq idi. Mənim üzümə gəlməyib, ölən gününə qədər. Nə demişəm, mənim sözümlə otururdurdu. 5 manata işləyirdi, gətirirdi, pulu mənə verirdi. Hərbi xidmətə aprelin 15-i yola saldım. 704-də idi. Dedim, o evimi satım, səni saxlayayım orada. Dedim, amma yox, mən hər yerdə dözərəm, dözümlüyəm. Sən özündən müğayət ol, bacı qardaşıma bax yenə. Mən gələrəm inşallah yaxşı, mən üçün pul vermə. Hara desələr mən gedərəm. Həmişə də razılıq eləyirdi, gedirdim onun yanına. O posta idi, mənə dedi, mən posta çıxmıram, yerim yaxşıdır, yaxşı baxırlar bizə. Nə bilim, həmişə razılıq eləyirdi. Amma məni Bərdəyə çağırdılar, dedi, halal olsun, onun yeri çətin yeridir. Amma toybə mənə bildirməyib uşaq. Dedi ki, işığı var idi, krosno var, televizor var, amma olmayıb onlar heç biri. Kravat var. Nə bilim, həmişə razılıq eləyirdi uşaq, mən nə deyim. Həmişə zəng eləyəndə mən deyirdim, vəziyyət necədir, gülürdüm, amma yaxşıdır, özündən uşaqlardan müğayət.
Amma bacılarım da qardaşımla müğayət ol. Yanıma gəlmə, yerim yaxşıdır, yaxşı baxırlar. Nə deyim oğlum? Həyatdır da, Allah rəhmət eləsin bütün şəhidləri. Dilləri cənnət olsun. Bir şəhid anası olaraq gənclərimizə, cəmiyyətimizə nə demək istərdiniz? Çox sağ olun, var olun, gəlmisiniz. Allah köməyiniz olsun. Allah bütün şəhid analara səbir versin, mənə də səbir versin. Nə deyə bilərəm? Haqqında çox sözü var, çox danışmağı sözü var, amma nə deyəm? O qədər sözü var, o 9 yaşında otururdu, böyük kişi kimi mənlə danışırdı. Hərbi xidmətə yola salanda 15 aprelin 15-i gedib. Həmişə yanına gedəndə, mama gəlmə yanına, əziyyət çəkərsən, mama gəlsən belə eləyərəm, mama səni, nə bilim, kişi qardaşıma vermərəm, mənlə qalırsan. Nə bilim, belə böyük kişilər kimi danışırdı, vallahi o məni heç incitməyib körpəlikdən. İndi ilkin məni saxlayır. Nə bilim, çox sözləri var. Onun qonaqlıqda burada süfrə açdım. Bir dənə onun yaşlı uşağı yox idi süfrədə. And olsun bizim yaradana. Onun atasından da yaşlı kişilər idi. Gedəndə hamısı dedi, bacı, halal olsun belə oğul böyütmüsən. O uşaqlarla işləmirdi. Həmişə 50 yaşından yuxarı, 25 yaşında uşaqlarla işləyirdi. O balaca öz yaşlı taylarla işə getmirdi. Nə bilim, şəkilləri də var da, özü çəkmişdi, baxıram. Gedirdi, ağır iş görürdü. Bir dəfə skora gəldi üstünə. Dedim, nə iş görmüsən? Bir kamaz daş daşımışdı. Pis vəziyyətə düşmüşdü, uşaq skora gəldi. Həman bu əmisi arvadı da gəldi, baxdı, gördü. O nə bilim, o çox fədakar uşaq idi, belə zirək uşaq idi. Valideyni düşünən uşaq idi, qurban olum Allaha, Allah apardı yanına. Özünüzü təqdim edərdiniz, zəhmət olmasa. Mən Babayev Ramiz, şəhidimizin böyük əmisiyəm. İlkin uşaqlıq illərində necə biri idi? İlkinin uşaqlıq illəri nisbətən başqalarına çox da belə normal keçməyib. Atası cavan yaşında dünyasını dəyişəndən sonra indi bu da 10, 11, 12 yaşına çatmış. Sonra evin müəyyən qədər məsuliyyəti onun üzərinə düşmüşdü. Evdə 4 dənə uşaq, hamısı kiçik, balaca olduqlarına görə İlkin elə bir zəhmətə tez alışdı. O həmin o yolu özü seçmişdi. Heç kim onu evdə məcbur eləməmişdi ki, sən kənarda hardasa işləyəsən, evə çörək pulu götürəsən. Onu İlkini heç kim məcbur eləməmişdi. O zəhmətkeşlik İlkinin öz canında, qanında gəlirdi. Belə də ki, İlkin öz həmyaşlıların içində seçilirdi. Mən bir əmi kimi bunu demirəm. O seçilirdi. Sakit uşağıdır. Heç kimi, indiyə kimi onun həmyaşlıları deyə bilməz ki, İlkin kimisə xətrinə dəyib, kimisə incidib, elə bir şeylər yox idi. O həmişə özünü nümunəvi göstərmək istəyirdi və kənardan ona verilən suallara həmişə öz fikrini normal bildirirdi. İlkinin uşaqlıq illəri demərəm, çox çətin də, indi orta keçdi. Sonra hərbi xidmətə yola düşdü. Hərbi xidmətdə olan dövrlərdə İlkin özünü orada nümunəvi göstərmişdi, əsl həqiqətdə də. Və anasının bizlərin ora gəlməyi, ona hardasa bir baş çəkməyini də o istəmirdi. Allah bütün şəhidləri rəhmət eləsin. İlkin də həmçini. Əlbəttə ki, hamımızın borcu olduğu kimi İlkinin də borcu idi. Vətən yolunda şəhid olmaq, indi şəhidlik ona qismət oldu. Hərbi xidmətdə olarkən İlkinlə ən son nə zaman danışmışdınız? İndiyə kimi yadımda və yaddaşımda qalıb ki, ola bilsin
mənim bir neçə qardaşım oğlanları var. Allah hamısının canını sağ eləsin. Həmişə İlkin son sözü bəlkə də indi siz bu sualı mənə verdiniz, mənim yadıma gəldi. İnanın, həmişə onun son sözü mən telefon əlaqəsini onunla olanda qıdətə bəlkə də bir 10 gün, 15 gün bax olardı. Son sözü də mənə həmişə belə olardı ki, əmi özündən müğayət ol. Bu söz, indi siz mənim bu sualı verdiniz, mənim yadıma düşdü. Bəlkə də onun o həmin kəlməsi indi elə bilginən ki, mənə çox yaxın, çox belə səsi elə bil mənim yadımda və yaddaşımda. O həmişə onu biz sağollaşanda bir-birimizlə mən ona deyirdim ki, mən deyirdim, məndən narahat olma, sən özündən müğayət ol. Son dəfə də onunla danışanda həmişə hərbi xidmətdən mən deyimsə, həmişə razılıq eləyirdi. Əgər haradasa onun üçün orada çətinlik də olsaydı, çətinlik də yaranmış olsaydı belə, İlkin həmişə razılıq eləyirdi. Həmişə razılıq eləyirdi hərbi xidmətdən, xidmətin normal getməyindən danışırdı və komandirlərdən həmişə razılığını bildirirdi. Mən olduğunu deyirəm. İndi biz də açıq, səmimi danışaq, hərbi xidmətdə olan hər bir övladlarımızla əlaqə saxlayanda onun haradasa bir vəziyyətini, zadını soruşuruq. Orada İlkin həmişə razılıq eləyirdi. O, hərbi xidmətdə olan dövrdə şəhidlik yüksəkliyinə qalxana qədər o heç vaxtı hərbi xidmətdən bir narazılıq eləmədi. Heç vaxtı eləmədi. Həmişə də anasına bizlərə deyirdi ki, ehtiyac yoxdur mənim yanıma gəlmək, ehtiyac yoxdur, mənim heç nəyə ehtiyacım da yoxdur, burada nə lazımdır, dövlət bizim üçün eləyir. Mən hərbi xidmətini başa vurandan sonra sağ-salamat qayıdacağam. Allah onu rəhmət eləsin, Allah bütün şəhidləri rəhmət eləsin. Şəhidlik zirvəsinə qalxmaq hər bir insana nəsib olmur. O da mənim qardaşım oğlu, İlkinə nəsib, qismət oldu. Özünüzü təqdim edərdiniz, zəhmət olmasa. Mən Salayev Elnur, şəhid İlkin Babayevin xalası oğlu, həm də bibim nəvəsidir, yəni iki tərəfli qohumdur. Hərbiyə gedərkən ən son sizə nələr demişdi? İlkin çox vətənini sevən, vətəninə bağlı, baxmayaraq ki, 8 yaş, 9 yaş aramızda fərq vardı. Həmişə zəhmətkeş olub, çalışqan olub. Cavan yaşında atası dünyasını dəyişdi onun, bibim oğluydu atası. Cavan yaşında atası dünyasını dəyişdi. Demək olar, evin haradasa bir 30-40% yükünü o balaca yaşında öz üzərinə götürmüşdü, öz çiyinə götürmüşdü. Fəhləçiliklə məşğul idi. O yaşda 14-15 yaşında, hətta 13 yaşında bu uşaq fəhləçilikdən hətta gedib ustalığa öyrənmişdi. Evlərdə gedib divar sıvayırdı. Həm müəyyən işlər də ustaya aid olan işlər edirdi. Yəni, sanki elə bir 30 yaşı, 25 yaşı var onun. Yəni, o yaşda uşaq. Sonra getməmişdən o evdən söhbət edirdi, xalam gilə gəlirdik, söhbət edirdi ki, gedim, gəlim, bunu eləyərəm, onu eləyərəm. Yəni, planları çox idi. Yəni, məqsədli uşaq idi. Çox böyük planları var idi. Sanki demirdi, çox məqsədini demirdi. Amma yəni, hiss eləmək də olur da, artıq bu məqsədi var. Böyük işlər görməyə. Vətənini sevən idi, vətəninə bağlı idi, vətənpərvər idi. Hətta hərbi xidmətinə yanına gedəndə, o kimsə yanına gedəndə qoymurdu, deyirdi, gəlməyin. Deyir, nə var ki, burada normaldır, çox yaxşıdır hər şey, amma təbii ki, indi yəni, o dövrdə çox baxmayaraq 8-9 il keçib, indiki dövr kimi dövrdündə hərbi xidmətlər, belə çətinliklər də var idi. Yəni, o bildirmirdi özünü. Sanki elə heç nə olmamış kimi
Hər şey normal, hər şey yerində. Ailəsinə və yaxınlarına qarşı münasibətdə necə biri idi? Ailəsinə və qohumlara münasibət demək olar yüksək səviyyədə idi. Çünki necə o 4 uşaq idilər onlar. 2 bacı, 2 qardaş. Yəni ən çox onu hamı çox istəyirdi. Özünü sevdirmişdi. Yəni hamısı ilə mehriban idi. Bayaq da elə bir dənə sözə gəlirəm, bayaqki sözümə, o işləmək də sözünə. Gedib məsəl üçün elə bir qohum qonşu vardı, onu çağırırdı ki, məsəl üçün ya bunu düzəlt, onu sizi inandırım, pul almırdı, gəlirdi uşaq. Deyirdi, yox, köməyə gedirəm, mənə heç pul lazım deyil mənə. Yəni o biraz çox istəyirdi hamısı onu, heç kimi acılamırdı, mehriban idi hamısı ilə, əmləri, dayıları, xalaları, xalası uşaqları, dayısı uşaqları, hamı onun xətrini çox istəyirdi. Yəni onun heç kimdən kimlə görə ki, mübahisə etsin, görə kimi ilənsə nəsə bir konfliktə girsin, elə bir şey yox idi onda. Sanki nə bilim, başqa bir şeydi o, onda, yəni o pis xüsusiyyət yoxdur ki, olmayıb onda adam hallandırsın, yəni görməmişik onda. Yəni o çox mehriban uşaq idi. Yəni bütün qohumların, o yaşda qohumların xeyir şərində, məsəl üçün o yaşda anası indi baxmada tək cavan yoldaşını itirmiş, tək qadın olur. O gedirdi. Sanki böyük bir kişi idi də, o gedirdi, anası onu göndərirdi. Evin böyüyü sanki o idi. İlkinlə birlikdə keçirdiyiniz uşaqlıq illərinizi necə xatırlayırsınız? Mən Cəbiyev Vüsal, Babayev İlkinin xalası oğluyam. Artıq 15-16 yaşı vardı. Gələcəyini qurmaq üçün planları var idi. Biz məsəl üçün söhbət edirdik, bir yerdə dərdləşirdik də. Hər zaman onun fikirləri tam başqa idi. Yəni uşaq xəyalında olmuyor. Çalışırdı ki, nəyisə düzəltsin, nəyisə məsuliyyətini götürüb həll etsin. Necə ki, erkən yaşda Allah rəhmət eləsin, atasını itirib, anasına yük olmasın. 2 subay bacısı olur. Ona artıq yük kimi gəlirdi ki, mən bunun üstündən bacarmalıyam. Tam fərqli olub, yəni bu da biz üçün yəni həqiqətən baş uzalığıdır, fəxrimizdir. Sözlə nə qədər də biz ifadə eləsək, kifayət eləmir, yəni onun uşaq illəri çətinliyi ilə keçir. Yəni uşaq kimi uşaqlığı yaşayıb desəm yalan olar, çünki yaşamayıb. O dövrün şəraitsizliyi, əlverişsizliyi, Filistonun erkən valideyn itirməyi, artıq elə ki, hər bir şey onun bir ata əvəzi kimi idi artıq. Gənc yaşda, 15-16 yaşda kim o məsuliyyət götürə bilər? Amma o həqiqətən götürmüşdü. Bugün İlkin bir daha göstərdi ki, vətən sevgisi sözlərlə deyil, böyük fədakarlıqlarla ölçülür. Şəhidlər xatırlandıqca yaşayar. Onların səsi hər bir çağırışda, hər səssiz duada yaşayır. Növbəti buraxılışlarımızda başqa bir şəhidin həyat hekayəsində görüşmək ümidi ilə.